Əxlaqi şuur olmasa bütün hüquq sistemi ilə cəmiyyəti idarə etmək mümkün deyil. Təbii. Əxlaq ona ibarət ki, biz dediyimiz kimi bir gənc avtobusda, metroda görürsə özündən yaşlı biri də ayaq üstə dayana bilmir, durub ona yer verir. Bunu hüquq tələb eləmir ki. Bunun tələb elədiyi də əxlaq. Əxlaq məsələsidir. Və biz əxlaqi şuurun da olması vacibdir və onun da yerinə yetirilməsinə ümumiyyətlə ictimai qınaq səbəb olur. Əgər o yer verməsə, ətrafındakıların bir baxışı vəs eləməlidir ki, o bir də bu hərəkətlərə yol verməsin. Biz evdə də övladlarımızı tərbiyə edəndə hər şeyi onlara sözlə demirik. Bəzən bir baxış böyük bir 10 dəqiqəlik tərbiyəvi söhbətdən daha təsirli olur. Yəni ictimai qınaq da belədir. Və ikinci bir tərəfdən də bəzən də strukturlar elə hərəkət etməlidirlər ki, vətəndaşları düşünməlidirlər. Yəni sən büdcəni doldurmaq üçün hər şeyi atmalı deyilsən. Xüsusilə sizin adınızı çəkdiyiniz ayna. Həyətlərə qədər gətirib parkovka yerilir. Axı bu nə dərəcədə ədalətlidir, bu nə dərəcədə əxlaqa uyğundur, bu nə dərəcədə qanuna uyğundur. Sən bunu etməməlisən. Bax Avropa ölkələrinə, bax yaxın qonşu ölkələrə, inkişaf etmiş ölkələrə də bax, inkişaf etməkdə olan ölkələrə də bax, inkişaf etməmiş ölkələrə də bax. Axı bu qədər parkovka yeri yoxdur. Bu ədalətsizlikdir, bu nizamsızlıqdır. Marketlərin qarşısına da çəkiblər. Mən o hissələrini heç başa düşə bilmirəm. İnsanlar marketə gedirlər ki, 40 qəpiyə çörək alacaqlar. 5 qəpik ucuz alsınlar bir şey. Sən orada parkovka edib ən azı 40 qəpik euro ödəməlisən. Bu nə necə? Bu ərazi olaraq dəyişə də bilir də, 1 manat olanlar da var. İkinci bir tərəfdən də sən bir ortaya bu qədər parkovka çəkmirsən. Bir ortaya çıxart görək illik, aylıq sənin gəlirin nə qədərdir, xərclərin nə qədərdir və bu pulu nə edirsən? Yəni dövlət büdcəsinə nələr verirsən? 2026-cı ildə xərclənməyə 45 milyon manat pul ayırdı. Bu dəhşətli bir şey. Çox böyük rəqəmdir. O 45 milyonu Azərbaycanın bütövlükdə rəngləmək olar. Sən sadəcə asfalt yollara xətt çəkirsən. 2 dənə xətt çəkir də belə. Tamam. Çoxu da xəttlər görsənmir yollarda. Yarış kimi pozulub gedir abi. Yəni onun da keyfiyyətsiz